Hər kəsə salam dostlar, mən Rəşad. Bu videoda sizə böyük bir xəbər vermək istəyirəm ki, Estoniyadan köçdüm. Bunu bir çox videomda deyirdim ki, bəs Estoniyadan köçəcəm, az qalıb, hara köçürəm və s. Axır ki, Estoniyadan köçdüm. Onsuz bir çoxunuz məni Instagramdan izləyənlər bilir ki, mən Estoniyadan hal-hazırda hara gəlmişəm, necə gəlmişəm. Çox uzun bir yol oldu, amma axır ki, sağ-salamat gəlib çata bildim. Hal-hazırda burada hava o qədər istidir, atmosfer o qədər fərqlidir ki, yəni sözlərlə ifadə edə bilmirəm. Tam belə xəyallarımda olan bir yerdir. Hal-hazırda İspaniyanın Barcelona şəhərindəyəm və artıq burada yaşayacağam. Bir çox videomda sizdən istəyirdim ki, təxmin eləyəsiniz ki, hara köçəcəm, necə olacaq. Əslində 90% bilirdim hara köçəcəm, amma dəqiq olaraq Barcelonadır yoxsa yox, onu tam 100% bilmirdim. Amma axır ki, Barcelonaya gəlib köçdüm. Bura köçmək mənim son illərdir arzumdaydı ki, nə vaxtsa İspaniyaya köçə bilərəm, yoxsa yox. Çünki bura köçmək üçün də bəzi məsələlər var idi ki, onları mən həll eləməliydim. Elə rahat-rahat bura köçə bilmirdim, amma axır ki, gəldim, köçdüm. Tam istədiyim bir atmosferdir. Hal-hazırda Barcelonada oktyabr ayında 30 dərəcə isti var və Estoniyadakı hava isə bu dəqiqə 9 dərəcədir. Arada 21 dərəcə temperatur fərqi var, amma temperatur fərqini də qoyaq bir qırağa. Yəni Estoniya ilə İspaniyanın arasında ümumi çox fərqlər var. Biri Avropanın tam şimalında, biri də tam cənubunda yerləşir. Yəni heç bir-birinə oxşamayan yerlərdir. Bu videoda sizə Estoniyada 5 ilimdən danışacağam və nəyə görə sırf Barcelona şəhərinə köçdüm ondan danışacağam və bundan sonra isə kanalda mənim Estoniyadan İspaniyaya necə gəldiyimi görəcəksiniz. Estoniyadan İspaniyaya qədər road trip eləmişəm. Instagramdan məni izləyənlər onsuz bilir bu yol necə keçdi, amma uzun 1 saata yaxın bir video gələcək. Mənim orada başıma nələr gəldi, hər ölkədən düz 9 dənə ölkədən keçib Estoniyadan İspaniyaya gəlmişəm. Yəni 10 günlük bir yol, 3844 kilometr uzun bir yol oldu. Mənim üçün unudulmaz günlər oldu. Yəni 10 gün çox belə deyim, fərqli keçdi. Həmişə o da arzumdaydı ki, nə vaxtsa uzun bir road trip eləyəcəm Avropa içi. Bunu keçən il eləmək istirdim, amma bu ilə gəldi, qismət oldu və çox möhtəşəm keçdi. Estoniyadan köçmək biraz mənim üçün çətin oldu. Nə də olmasa emosional olaraq ora bağlanmışdım. Çünki 5 ilim Estoniyada keçib. Yəni mən 18 yaşında xaricə köçmüşdüm və o 5 il, son 5 il mənim elə bil tək yaşayıb böyüdüyüm o ölkə məhz elə Estoniya idi. Elə bil mənim elə bil ikinci dəfədir vətəndən ayrılırdım, hissiyatını yaratdı mənə. Yəni mən 18 yaşına qədər Azərbaycanda ailəmlə yaşayırdım. Fərqli yerlərə getməmişdim, sadəcə Azərbaycandaydım, heç hara getməmişdim. Yəni məhz özüm tək bir yerdə yaşamağım, əsas 18 yaşından indiyə qədər əsas o illərim Estoniyada keçdiyi üçün elə bilirəm ki, yəni Estoniya mənim ikinci vətənimdir, mənə elə gəlir. Çünki Estoniyanın bilmədiyim bir yeri yoxdur. Hər yerinə getmişəm, bütün şəhərlərini gəzmişəm. Tallinn şəhərinin bütün küçələrini əzbərə bilirəm, hər yerini bilirəm. Yəni bəlkə də heç Bakını o qədər tanımıram ki, mən Estoniyanı tanıyıram. Çünki Bakıda o qədər də gəzmə fürsətim olmayıb mənim. Yəni 18 yaşına qədər onsuz hardasa aşağı-yuxarı məktəbə gedirdim. Ondan sonra universitetə hazırlaşırdım. Yəni çox çıxıb gəzmirdim də, özüm nə qədər gəzə bilərəm. Yəni mən Estoniyaya köçəndə 5 il əvvəl heç kimi tanımırdım. Tək başıma köçmüşdüm. Köçəndə harda qalacağam, necə olacaq, o haqda heç bir məlumatım yox idi və üstündən 5 il keçəndən sonra artıq hər yeri tanıyıram, bir çox insanı tanıyıram. Demək olar şəhərin hər yerini bilirəm, yəni ona görə qəribə bir period idi mənim üçün. 5 ildə az bir müddət deyil, mənim həyatımın 25%-idir. Yəni mənim 22 yaşım var, yəni 5 il çox böyük bir müddətdir mənim üçün. Yadıma gəlir ilk dəfə Estoniyaya köçəndə tək təyyarəyə minmişdim. Onun da yeri məndə təmiz fərqli idi. O qədər çox belə fərqli hiss edirdim ki özümü. İndi təyyarəyə minirsən, yəni deyirsən ki, normal bir halda bir yerdən bir yerə gedirsən. Amma mənim üçün böyük bir hadisə idi təyyarəyə tək minmək 5 il əvvəl. Təyyarədən düşdüm, gəldim şəhərin mərkəzinə. Bir dənə qırmızı Ford Mustang var idi. Onun şəklini çəkdim ki, nə vaxtsa bəlkə buna oxşar bir maşın ala bilərəm. Çünki mən Amerika maşınlarını çox bəyənirəm. Yəni çox böyük olurlar, motorları böyük olur, muscle cars. Yəni onları mən hədsiz çox bəyənirəm. Ona görə də ilk dəfə şəklini çəkdim ki, orada nə vaxtsa bunu ala bilərəm, yoxsa yox. Hətta bu şəkili mən WhatsApp profilimə qoymuşdum 2020-ci ildə. 5-6 ay qalmışdı o maşının şəkildə orada. O maşını da oradan da çox bəyənirdim. Belə fərqli görsənərdi Estoniyada. Estoniyanın yolları genişdir deyə, yəni Amerika maşınında çox rahat-rahat sürə bilirsiniz. Digər Avropa ölkələri kimi deyil ki, yəni maşın alırsan, parkingdə problem var, elə deyil. Tallinn şəhəri elə deyil. Tallinn şəhəri belə çox parkingləri çox olan bir şəhərdir. Yolları da genişdir. Yəni istədiyiniz maşını sürə bilirsiniz. Yəni istəyirsiniz tank sürün yolda. Yəni o qədər geniş idi. Yəni şəkillərə baxanda biraz qəribə emosionallıq yaşayıram hal-hazırda, nə yalan deyim. Ondan sonra Estoniyada getdim ilk dəfə universitetə. Ev tapma prosesim təmiz fərqli idi. Ev tapmaqda çox çətinlik çəkdim. Yəni mən elə bilirdim ki, gedəcəm orada rahat-rahat ev tapa biləcəm. Hər binada düşünürdüm ki, yəni bir dənə
hər hansı bir security və ya nəsə olar, gedib soruşaram. Hal-hazırda binada kirayə evlər var, yoxsa yoxdur. Yəni 5 ilin söhbətidir də, o vaxt beynim təmiz fərqli işləyirdi. Yəni elə bir şey yoxdur Estoniyada. Ev axtarma prosesi çox fərqli idi Estoniyada. Yəni o qədər fərqli. Demək olar Estoniyanın hər yerində yaşamışam, yəni Tallinn şəhərindən söhbət gedir. Yəni ilk başlarda əsasda 3 aydan bir fərqli evlərə köçürdüm. Hal-hazırda bir şəkildə baxıram, burada bir tələbə yoldaşımla şahmat oynayırıq. Həmin dövr də çox fərqli idi. Biz Estoniyada universitetə başlayanda orada olan tələbə yoldaşlarım tam olaraq sayısını xatırlamıram. Deyək ki, 60 nəfər idisə, universiteti bitirən 30 nəfər var idi. Yarısı ortada universitetin çətinliyinə görə davam eləyə bilmədi. Bəziləri ailəvi səbəblərə görə, bəziləri Estoniyanın soyuğunu öyrəşə bilmədi. Yəni, tələbə yoldaşlarım düşünürəm ki, seçilmiş insanlar idi. Həqiqətən yaxşı insanlar idi hamısı. Çoxsu ilə də hal-hazırda əlaqə saxlayıram. Gözəl günlər idi, maraqlı günlər idi. Sonra fərqli Estoniyada o qədər başıma fərqli hadisə gəlir ki, yəni hansından başlayım? Üzərindən bir müddət keçəndən sonra artıq ev məsələlərini həll eləyəndən sonra ki, evdə də artıq ilk qaldığım ev, indi məsələn yaşadığım yerdən fikirləşəndə aralarında çox fərq var da, çox balaca bir yer idi. Ələsgər adlı dostumla qalırdım və çox balaca idi. Yəni tapa bildiyimiz ən münasib qiyməti olan evlərdən biri idi. Ondan sonra mən iki dostumla ilk dəfə Estoniyadan xaricə çıxdıq, getdik Fransaya. Bunu da heç bir yerdə paylaşmamışam. Və ilk dəfə Fransaya çıxmağımız bizim çox qəribə oldu. Çünki Estoniyaya öyrəşmişik. Hər birimiz heç vaxt, yəni tək başımıza fərqli bir ölkəyə getməmişik. Düzdür, Estoniyaya gəlmişik, amma turist kimi heç hara getməmişik. Düşündük ki, yəni Fransaya getmək olar. Noyabr ayının 20-si idi. Biletləri aldıq və dedik ki, Fransaya getməyin vaxtıdır. Biz məsələn həmin vaxtlar, yəni təzə xaricə köçmüş insanları da bilmirik. Şengen zonası necə işləyir, Avropa Birliyi necədir, arada sərhəd yoxdur. Bizim əlimizdə sadəcə viza var deyə biz düşünürük ki, yəni Estoniya vizasıdır. Bundan Fransaya gedə bilməliyik. Əslində yəni heç baxan da yoxdur yolda Avropaya ki, sən hara gedirsən. Amma təlaşla belə getdik ki, görəsən buraxacaqlar, buraxmayacaqlar. Covid vaxtı idi, Covid pasportu və s. Amma o vaxt Fransaya gedəndə çox minimum bir büdcə ilə getmişdik və həmin belə deyim hadisələrin hamısı mənim ağlımdadır. Ona görə də mən hamıya deyirəm ki, əgər birinci kurs, ikinci kurs tələbələrsinizsə, yəni əlinizdə biraz büdcə varsa, yəni bacardığınız qədər gəzin də. Çünki o bir müddətdən sonra, illər keçdikcə siz normal bir iş tapacaqsınız, gəlir əldə eləyəcəksiniz onsuz. Yəni bu qaçınılmazdır. Yaxşı bir plan qurmusunuzsa, həyat planı qurmusunuzsa, gəlir əldə eləyəcəksiniz. Amma sən heç vaxt 18 yaşına qayıdıb Fransaya gedə bilməyəcəksən. Məsələn, mən indi nə qədər də istəsəm, bu hadisəni təkrar eləyə bilmərəm. O vaxt 18 yaşım var idi. Dostlarımın da 18 yaşı var idi. İlk dəfə tək Fransaya çıxırdıq. Bu dəqiqə geçsək Fransaya, həmin o zövqü ala bilərikmi? Çox çətindir. Yəni onun zövqü təmiz olaraq fərqli idi. Və getdim ilk dəfə Eiffel qüləsinin qabağında şəkil çəkdirdim. Çox fərqli bir hiss idi. Yəni indi şəkillərə baxanda qəribə olur. Amma ondan sonra çox maraqlı bir hadisə yaşandı. Paris şəhəri onsuz biraz təhlükəlidir. Biz alış-veriş mərkəzinin yanında gəzirdik və bir anda gördük ki, kiminsə əlindən çantalarını oğurladılar və getdilər. Tam belə ona baxırdıq, bir nəfər gəldi ki, bəs belə bir kriptovalyuta var. Üzüvü oxudursan, sən göz retinava görə sənə kriptovalyuta verir. Yəni yeni bir belə deyim kriptovalyutadır. Kiber təhlükəsizlik oxuyan birinə görə mən güvənmədim. Dedim ki, mən yəni biometrik bir informasiyamı yəni 50 dollarlıq coinə görə verən deyiləm. Yəni mən özüm şəxsən güvənmədim, amma belə deyim, risk eləyən dostum Fərid dedi ki, yəni mən risk eləyəcəm. Nəticədə Fərid biznes oxuyur. Yəni dedim mən risk eləyəcəm, bu riski alıram. Adı da Dünya Coin idi, belə deyim ingiliscədən tərcümədə. İşləmə məntiqi də belədir ki, sadəcə hər insana görə bir cüzdan yaradılır və həmin cüzdan da sənin biometrik informasiyanla bağlıdır. Belə bir qəribə bir kriptovalyuta idi. Sonra ilk dəfə Estoniyada qar yağmağa başladı. Mənim üçün xəyal bir vaxt. Artıq 5 il keçəndən sonra o ilk illər elədir ki, sən ilk dəfə qarı görürsən, o Estoniyanın qarını, sənə maraqlı gəlir. İlk dəfədir qütb işıqlarını görürsən, ilk dəfə atmosferi görürsən, yolda gəzən robotlar, sonra yay olur, yayda hava qaralmır. Onları ilk dəfə görürsən də. Bu ilk bir ilin sənin çox maraqlı keçir. Ondan sonra artıq 5 il yaxınlaşanda sən görürsən ki, sən bu Estoniyanın hər yerini gəzmirsən, hər şeyi təcrübə eləmirsən və biraz sənə yüngül sıxıcı gəlməyə başlayır. Əslində sıxıcı deməyək, sadəcə insan istəyir ki, məsələn, mən özüm belədir ki, bir yer mənə artıq rahat gəlməyə başlayanda Estoniya mənim üçün çox rahat idi. Mən düşünürdüm ki, artıq son vaxtlar mən Estoniyada komfort zonamdayam, çünki çox belə rahat hiss elətdirir də, çətinlik çəkmirəm, hər şeyi öyrəşmişəm deyə. O baxımdan da fikirləşdim ki, yəni mən buradan yavaş-yavaş köçməliyəm, başqa bir yerə getməliyəm. Oradan sonra üzərindən biraz keçdi. Mən Amerikaya getdim, İspaniyaya getdim, yəni fərqli yerlərə getdim.
Ondan sonra qayıtdım Estoniyaya və Estoniyada hələ də burada YouTube-a fasilə vermişəm, YouTube videoları çəkmirəm. İlk maşınımı aldım və bu ilk maşını ilk dəfə də burada paylaşıram. Amma əslində dostlarımla bunu müzakirə eləsəm deyərlər ki, paylaşma, yəni o qədər belə deyim də aşağı büdcəli bir maşın idi. O vaxt büdcəm buna çatırdı deyə getdim aldım. İlk dəfə belə deyim, yeni bir avtomobil ağlıma düşdü ki, avtomobil alım, çox ekonom olsun, hər şey yaxşı olsun. Getdim belə deyim, belə bir maşın aldım. Qiyməti elə də yadımdadır. 1350 avroya aldım bu maşını. Bu maşını alma səbəbim çünki həmin vaxtlar belə deyim, yəni həyatım çox fərqli idi, indiki kimi deyil idi. O vaxt nələr eləyirdim, indi nələr eləyirəm və o vaxta görə bu mənim üçün böyük bir maşın idi. Yəni yeni bir avtomobil, yaşım onsuz 19 yaşım var, yəni belə bir şey almaq mənim üçün real görsənmirdi. Çox sevinirdim, yəni çox belə bir euforik bir his gəlmişdi ki, mən bunu bacardım da, mən bu maşını aldım. Mənim üçün yəni qəribə bir maşındır. Çox adam da bilmir bu maşını aldığımı. Yəni heç yaxın dostlarımdan ancaq bilənlər var, başqa heç kim bilmir. Gözəl bir maşın idi, yəni uzun sözün qısası gözəl bir maşın idi. Mənim Estoniyadan əsas olaraq İspaniyaya köçmə səbəbim bir səbəbi var ki, birinci növbədə artıq Estoniyaya mən çox öyrəşmişdim. İkinci səbəbi də hava. Artıq illər keçdikcə bu havanın bu qədər soyuq olmağı mənə doğrudan da sıxmağa başlamışdı. Xəyalım həmişə, mən uşaqlıqdan bəri arzum, hətta Estoniyaya köçmədən əvvəl də əsas səbəblərindən biri o idi ki, soyuq bir yerdə yaşayım. Həmişə deyirdim ki, Amerikanın Alyaska ştatında yaşasam çox yaxşı olar. Yəni, ucqar bir yerdə soyuq olsun, 2 metr qar olsun, elə bir yerdə yaşamaq istirdim. Orada da yaşadım onsuz, Estoniyada elə bir yer idi. Amma artıq 5 ildən sonra insan fərqli bir yer istəyir. Əsas da Dubaya gəlib görəndən sonra, o isti havanı hiss eləyəndən sonra düşündüm ki, nəyə görə də belə isti bir ölkəyə köçməyim. Estoniyanın bir bəyənmədiyim havası idi. Ondan başqa belə deyim, bəyənmədiyim heç nə yox idi. Yəni hər şey ideal idi. Yəni nə gözləyirdinsə o olurdu. Beynində düşüncən Barselona kimi bir şəhərdir. Gedirsən Tallinnə, oranı bəyənməyəcəksən. Tallinn daha çox soyuq, belə sərt bir şəhərdir. Belə gülərüz bir şəhər deyil, amma sənə güvən verir. Gülərüz olmadığı qədər də sənə güvən verir. Ən azından ölkənin hər şeyinə güvənə bilirsən. Sadəcə sən hal-hazırda soyuq bir yerdə yaşayırsan, reallığı qəbul eləməlisən. Yəni sadəcə emosional düşündü, bax soyuqdur, hava pisdir. Yəni pis olub yaxşı olmağının mənə görə açığı çox da bir fərqi yox idi. Mənə daha da çox güc verdi. Ona görə də bir çox insan soruşur ki, yəni Avropanın hansı şəhərinə gedək köçək? Əgər özünüzü inkişaf elətdirmək istəyirsinizsə, şimal tərəfə köçün. Norveçdir, İsveçdir, Finlandiya. Bu hissələrdə inkişaf elətdirə bilərsiniz özünüzü, yaxşı iş tapa bilərsiniz, yaxşı imkanlar var. Cənub necədir? Cənubda sadəcə elə bil istirahətdəsən. Əgər pul qazana bilirsənsə, yaxşı işin varsa, yaxşı biznesin varsa, gələ bilərsən Barselonaya. Amma Barselonaya gəlib iş tapma ehtimalın reallığa danışaq ki, çox aşağıdır. Çünki burada o qədər immigrant var ki, yəni burada iş fürsətləri çox aşağıdır. Yəni mənim işə ehtiyacım olmadığı üçün yəni bir çox insan bilmir mən nə işlə məşğulam, amma mən çox fərqli işlərlə məşğulam. Bunların hamısı da onlayndır, fərqli biznes modelləri ilə məşğulam. Ona görə də yəni mən gəlib rahat-rahat Barselonada yaşaya bilirəm. Ona görə də kimsə məndən sual verəndə ki, Avropanın hansı şəhərinə köçək, düşünürəm ki, yəni nəyə görə köçmək istəyirsən? Sənin backgroundun nədir? Gedib nə edəcəksən? İşləyəcəksənmi, yoxsa bizneslə məşğul olacaqsan? Backgroundun necədir? Ona uyğun olaraq mən informasiya vermək istəyirəm. Çünki hər Avropa şəhəri hər insana görə yaxşı ola bilər. Bu bir növ perspektiv məsələsidir. Elə insan var ki, Estoniya onun üçün çox gözəldir, elə insan da var İspaniya üçün çox gözəldir. Bu şərtlərdən asılı olaraq dəyişir. Mən hal-hazırda əsas köçmə səbəbim İspaniyaya. Hava yaxşıdır, atmosfer yaxşıdır, dənizin qırağında yaşayıram. Mənə o çox yuxarı belə deyim, enerji verir bu his. Və ondan fərqli olaraq da mən təhsilimi burada davam etdirəcəm. Yəni magistri burada oxuyacağam artıq. Bir neçə iş məsələsinə görə mən Estoniyaya gəlib gələ bilərəm və yaxud onlayn da olsa. Yəni Estoniyadan köçsəm də nə vaxt istəsəm qayıdıb yaşaya bilərəm orada. O baxımdan çox da belə deyim, dramatik olmağa ehtiyac yoxdur ki, yəni köçdüm, bellədim. Düzdür, yəni yüngülvari emosionallıq var. Estoniya ilə İspaniyanın fərqləri mənim üçün hal-hazırda bir dənə havasıdır. Yəni, havadan başqa mənim gündəlik onsuz həyat tərzim eynidir. Barselonanın verdiyi bir çox burada imtiyazlar var, fərqli eventlər var, partilər var. Mən onsuz da onların heç birinə getmədiyimə görə, yəni mənim həyatım Estoniyada necə idi, indi də elədir. Dəyişən sadəcə, yəni əvvəl məsələn idmanı çıxırdım Estoniyada, uzağa gedirdim. Yəni bağlı bir yerdə eləyirdim, hava soyuq idi deyə. İndi məsələn dənizin qırağında idmanımı eləyə bilərəm. Burada açıq idman zalları var, dənizin qırağında, gözəl bir havada, yəni belə olacaq. Başqa daha produktiv ola biləcəm. Daha yaxşı bəlkə də insanlarla tanış ola bilərəm, amma insanlarla tanış olmaq mənim üçün bir prioritet deyil. Yəni tanış olmasam da çox da bir şey dəyişmir. Yəni əsas olaraq işlərimə fokus ola bilirəm İspaniyada. Mənə ən belə deyim sevindirici hal odur. Və çox maraqlı bir xəbər də paylaşım sizlə ki, mənim oxuduğum, məzun olduğum universitet Taltek Universitetində
rektor mənə mail göndərdi ki, Azərbaycanlı tələbələrin 90% motivasiya məktubunda sənin adını yazdır ki, yəni Rəşadın videolarında gördük, Estoniyanı çox bəyəndik, universiteti çox bəyəndik, bizə motivasiya verdi və ondan sonra universitet rektoru mən Dubayda olanda məni çağırdı ki, gəl görüşək. Təəssüflər olsun ki, onunla görüşə bilmədim, amma yazdım mail ki, yəni Estoniyaya gəldiyim vaxt ilk belə boş vaxtımda səninlə görüşəcəm. Yəni Estoniyaya hal-hazırda Azərbaycanlı tələbələrin bir axını var. Bu bir reallıqdır. Əvvəllər Estoniyaya illik 5 Azərbaycanlı tələbə gəlirdisə mənim vaxtımda, hal-hazırda 100 nəfər gəlir və statistikada Azərbaycanlı tələbələr artıq top 3-dədir. Yəni qəribə bir xəbərdir. Yəni Estoniyanı tanıyan yox idi, açıq sizə deyim. Estoniyanı yəni heç kim tanımırdı. Yəni mənə də çox xoşdur ki, belə bir yaxşı təəssürat yarada bilmişəm Estoniya ilə bağlı. Yəni mən hər hansısa bir xoş təəssüratdansa reallıq nədir, mən onu deyirəm. Pisdirsə pis deyirəm, yaxşıdırsa yaxşı deyirəm. Mənim üçün reallıq necədir, mən onları çəkib sizə paylaşıram. Yəni açığı Estoniyada Azərbaycanlılar çoxalıb. Bu bir reallıqdır. Mən içəri şəhərə gəlirəm Estoniyanı. Mənim sevimli bir yürüyüş yolum var ki, mən oradan gəzməyi sevirəm həmin yolu. Mən həmişə o yoldan gedəndə 2-3 yeni Azərbaycanlı tələbə ilə tanış oluram, söhbət edirik, şəkil çəkdirik. Yəni hər dəfə belə olur. Artıq beynimdə bilirəm ki, yəni hansısa bir küçədən mən dönəndə bir Azərbaycanlı tələbə mənlə danışacaq. Bu da mənim üçün çox sevindirici bir haldır ki, yəni motivasiya məktubunda mənim adımı qeyd edirsiniz. Yəni sonra rektor mənə mail yazır ki, bəs sən kimsən də, yəni sən niyə adımı qeyd edirlər də bura? Yəni gəl səndən tanış olum. Yəni çox təşəkkür edirəm sizlərə. Və əsas olaraq bir çox insan da yazır ki, Rəşad, nəyə görə Amerikaya köçmədin? Mənim əslində bir çox universitetdən qəbulum var idi və ondan sonra da qəbullar gəldi magistr üçün. Amerikadan, Miami'dən, Florida International University'dən mən təqaüdlə qəbul qazanmışdım. Ora getməmə səbəbim, Miami şəhərinə köçməmə səbəbim, əslində çox Miami'yə köçməyə istirdim. Ağlımda var idi ki, ya Barcelona, ya Miami. Səbəbi odur ki, hal-hazırda gördüyüm onlayn işlər son bir ildən bu yana pozitiv dərəcə dəyişdiyi üçün, yəni o vaxt düşünürdüm ki, bəlkə Amerikaya getsəm, orada yaşayaram, iş taparam, hər hansı bir şirkətdə işləyərəm. Yəni indi onların heç birinə ehtiyacım yoxdur deyə. Yəni Amerikaya getsəm mən hal-hazırda, gəlib orada təhsil alsam, təhsili alandan sonra mən hər hansı bir şirkətdə işləməyəcəm. Çünki mənim hədəflərim təmiz olaraq çox fərqlidir. Mən dünyanın hər bir yerindən onlayn işlərimi davam elətdirə bilirəm. Nəyə görə də gedim Miami şəhərində yaşayım? Yəni mənə orada nə qatacaq? Əvvəllər o düşüncə ilə getmək istirdim ki, gedib hər hansısa bir bəlkə orada şirkətdə işləyərəm, böyük şirkətlərdə işləyərəm. İndi ağlım təmiz fikirdədir. Düşünürəm ki, yəni nəyə görə də o şirkəti mən yaratmayım? Yəni təmiz olaraq beynimin düşüncəsini 180 dərəcə dəyişdiyim üçün dedim ki, yəni Miami'də yaşamaq qalsın fərqli illərə. Onsuz mənim aktiv hal-hazırda Amerika turist vizam var. İstəsəm turist kimi gəlib 1-2 həftə orada yaşayıb gələ bilərəm təzədən dala. Yəni Amerikaya getmək mənim üçün artıq bir xəyal deyil. O vaxt getdim, gördüm, hər yerini gəzdim. Hal-hazırda Barcelona şəhərinin verdiyi bir atmosfer mənim gözümdə çox əladır. Amerika ilə fərqi onu deyə bilərəm ki, Amerikada iş mədəniyyəti fərqlidir. İnsanlar hədsiz çox işləyir və özlərinə vaxt ayırmır. Amerikada pul qazana bilərsiniz yaxşı, amma əgər onu xərcləmək, rahat-rahat dincəlmək istəyirsinizsə, Avropada və yaxud Asiya ölkələrində bunu eləyə bilərsiniz. Yəni, əgər bir ildən sonra görsəm ki, Amerikaya gelib köçməyim mənə nəsə müsbət bir fayda verəcək, onda Amerikaya köçə bilərəm. Yəni, hal-hazırda mənim həyat tərzim, gələcəklə qurduğum planlar elədir ki, yəni mən bir şəhərdən asılı olmaq istəmirəm. İstəsəm 3 aydan sonra görsəm Barcelonadan sıxılmışam, hər hansısa bir yaxın şəhərə köçə bilərəm, başqa bir yerə köçə bilərəm. Yəni, hər an hər yerə köçə bilərəm. Yəni, mən düşünürəm ki, bir yerə bağlılıq yaxşı bir şey deyil. Yəni, hər yeri xoşlaya bilərsən. Yəni, nəticədə bu dünyada doğulmuşuqsa, nəyə görə də mən sadəcə həyatımın sonuna qədər Estoniyada yaşamalıyam və yaxud İspaniyada yaşamalıyam. Yəni, hər yerdə yaşaya bilərəm. Yəni, məncə siz də hədəflərinizi elə qurun ki, yəni, bir yerə köçəndə, əgər ailəniz yoxdursa, tək bir insansınızsa, yəni, ora köçmək o demək deyil ki, də, yəni, siz həmişə orada yaşayacaqsınız, 10 il, 20 il orada yaşayacaqsınız. Yaşaya da bilərsiniz, amma istəsəniz, əgər həyatınızı düzgün planlayırsınızsa, istədiyiniz yerə köçə bilərsiniz. Yəni, mən məsələn, hal-hazırda düşünürəm ki, yanvar ayında İspaniya biraz soyuq olsa, həmin o vaxtı gedim bir ay Dubayda yaşayayım, proyektlərimin üzərinə orada fokus olum. Yəni, mənim üçün həmin o vaxt onsuz universitet tətili olacağı üçün, yəni, çox da böyük bir şey dəyişmir. Hal-hazırda Barcelonada oteldə qalıram və burada artıq ev axtarmağa başlamışam. Evlər çoxdur, amma istəyirəm ki, dağın qırağında belə həyət evi olsun, nə bilim, belə həmişə o kinolarda gördüyüm evlər kimi olsun da, biraz
bina evindən uzaq olmaq istəyirəm. Çünki buranın havası o qədər gözəldir ki, yəni insan istəyir ki, hər daim çöldə olsun da belə evin içində olmasın. Bu videonu istədim ki, sizə xəbər formatında eləyim ki, hal-hazırda mənim həyatımda nə proseslər keçir, onlardan xəbərdar olasınız. Bundan sonra kanalda mənim Estoniyadan İspaniyaya necə köçmüşəm, onun videosunu görəcəksiniz və ümumi olaraq həyatımda nə dəyişikliklər olub, onları görəcəksiniz. Əsas olaraq təhsil mövzusunda mən hal-hazırda hansı universitetdə təhsil alacağam, nə qədər təqaüd qazandım, onları da sizə paylaşacağam və illər ərzində mən hansı işlərlə məşğul olmuşam və hal-hazırda nə işlə məşğul oluram, onları da sizlərlə paylaşacağam. Amma ümumi olaraq belə bir video oldu. Ümid edirəm bu videomu bəyəndiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşmək üzrə və özünüzə yaxşı baxın.